1 iyul Moskvada Hype Promotion'da Azərbaycanlı boksçu Emil Novruzov qalmaqallı MMA-çı Çorşanbə Çorşanbəyevlə qarşılaşdı. Döyüş MMA əlcələrində boks qaydaları ilə keçdi. Emil rəqibindən 15 kilo yüngül olmasına fərq etmədən açıq döyüşə girməkdən çəkinmirdi. Ayaqları ilə rəqibi dartıb dəqiq zərbələrlə qarşılayırdı. İkinci raundda rəqibinin üstünə gedib kombinasiyada knockdownla salır. Raundun sonunda isə Çorşanbə həmişəki kimi qaydaları pozur və buna görə bir xalı çıxarılır. Dörd raund ərzində döyüş açıq və sumbul şəkildə keçdi. Nəticədə Emil Novruzov hakimlərin yekdilli qərarı ilə qələbə qazanır.